yağışdan sonra şəhərdə böyük çalılar əmələ gəlmişdi. Bu çalıları biz hal-hazırda qazıb və bu gördüyümüz qaydada düzəltmişdik. Ağcabədi rayonu Heydər Əliyev prospektində yol örtüyü qardan və yağışdan sonra ciddi şəkildə zədələnib. Əraziyə intensiv hərəkət edən ağır yük maşınlarının keçməsi nəticəsində asfalt örtüyü deformasiyaya uğrayıb. Yolda iri ölçülü çuxurlar əmələ gəlib. Məsələ ilə bağlı Kanal 21-ə Ağcabədi rayon icra nümayəndəsi Fikrət Allahverdiyev açıqlama verərək bildirib ki, problem nəzarətə götürülüb və yolun zədələnmiş hissələrində təmir işləri aparılıb. Artıq ərazidə yaranmış böyük çuxurlar xüsusi texnika vasitəsilə doldurularaq yol örtüyü bərpa olunub. Hazırda sözü gedən hissədə nəqliyyatın hərəkətində ciddi problem qalmayıb. Ağcabədi rayon icra hakimiyyəti başçısının şəhər icra nümayəndəsi Allahverdiyev. Bildiyimiz kimi yağışdan sonra şəhərdə böyük çalılar əmələ gəlmişdi. Bu çalıları biz hal-hazırda qazıb və bu gördüyümüz qaydada düzəltmişdik və hava şəraiti imkan vermir ki, onları təmir edək. İndi bugün 2 gündə havanın yaxşı vəziyyətindən istifadə edilərək sağ olsun Fotoqrafçı Təşkilat gəlibdir. İndi həmin bu hava şəraitinə baxmayaraq ki, zavodu işlətmək biraz bu hava şəraitində çətinlik yaradır. Amma buna baxmayaraq biz təşəkkür edirik ki, gəliblər, bu yaranmış çalıları aradan qaldırırlar. Sonda Kanal 21 olaraq Ağcabədi rayonunda görülən işlərə görə təşəkkürümüzü bildiririk. Kanal olaraq bölgələrdə mövcud olan problemləri isə diqqətdə saxlamağa davam edəcəyik.